show-biznes aləmində hazırda məşhur olan cütlükləri sizə təqdim edirik. Bildiyiniz kimi adətən tanınmış şəxsiyyətlərin sevgi əlaqələri elə də uzun ömürlü olmur. Ancaq istisnalar da var. İlk olaraq David Beckham və Victoria Adams cütlüyünü qeyd etmək lazımdır. Futbol üzrə İngiltərə millisinin sabiq kapitanı və keçmiş Spice Girls pop qrupunun solisti 1999-cu ildə ailə həyatı qurublar və hazırda 4 övlad sahibidirlər. İngiltərəlilərdən sonra isə Amerikalı Andra Agassi və Almaniyalı Steffi Graf evliliyini vurulamaq olar. 2001-ci ilin oktyabr ayında ailə həyatı quran 2 titullu sabiq tenisçi çoxlarını nümunə ola bilər. Onlar 2 övlad valideynidirlər. Futbol üzrə dünya və Avropa çempionları Iker Casillas'la Gerard Pique'ni də unutmaq olmaz. 32 yaşlı qapçı 2009-cu ildən etibarən İspaniyalı idman jurnalist Sara Carbonero ilə birlikdədir. 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatında qalib olan Casillas'ın final matçı sonrası müsahibə verərkən Sara Carbonero'nun canlı efirdə öpməsi isə xüsusi marağa səbəb olmuşdu. Nəzərinizə çatdıraq ki, onların bu yaxınlarda Martin adlı oğlan övladları dünyaya gəldi. Gerard Pique'yə gəlincə isə onun sevgilisi daha populyardır. 2010-cu ildə Shakira'nın mundiala həsr olunan Waka Waka adlı mahnısının klipində iştirak edən Barcelonalı futbolçu elə o vaxtdan Kolumbiyalı müğənni ilə eşq macərası yaşayır. Aralarındakı yaş və boy fərqinə baxmayaraq, onların birliktəliyi hələ ki uğurlu şəkildə davam edir. Buna sübut kimi 2013-cü ilin yanvarında bu cütlüyün Milan adlı oğullarının dünyaya gəlməsini göstərmək olar. Bu şəxsləri bir-birinə bağlayan daha bir maraqlı fakt da ondan ibarətdir ki, hər ikisi 2 fevral tarixində anadan olub. Son dünya çempionatının qəhrəmanlarından biri Wesley Sneijder isə aktrisa və aparıcı Yolanda Cabal van Kaspergen ilə evlidir. Cənubi Afrikada təşkil olunan mundialdan dərhal sonra İspan əsilli Hollandiyalı gözəl ilə ailə həyatı quran Sneijder futbolçu karyerasını İstanbulun Galatasaray komandasında davam etdirir. 2006-cı ildə İtaliya millisinin heyətində futbol üzrə dünya çempionu olan Gianluigi Buffon 2 oğul atasıdır. 36 yaşlı golkiperin həyat yoldaşı isə Çekiyalı model və aktrisa Alyona Shiridovadır. Onlar 2011-ci ilin yayında evlənməyə qərar veriblər. Peşəkar ağır çəkili boksçu Vladimir Klitschko Amerikalı aktrisa, model və müğənni Hayden Panettiere ilə sözlüdür. Adı çəkilən bu şəxslər 2009-cu ildə tanış olsalar da 2 il sonra müəyyən səbəblərə görə ayrıldıqlarını elan etmişdilər. Ukraynalı boksçudan ayrı qaldığı müddətdə Amerikan futbolçusu Scott McKnight ilə sevgili olan Panettiere 2013-cü ilin oktyabr ayında yenidən Vladimir Klitschko ilə birlikdə olduğunu bəyan etdi. Bu siyahıya 2 Rusiyalı idmançı Aleksandr Ovechkin və Mariya Kirilenkonu da əlavə etsək yerinə düşər. Xokkey üzrə Rusiya seçməsi ilə dəfələrlə dünya çempionatlarının mükafatçısı olan Ovechkin hazırda həm də Amerika Milli Xokkey Liqası təmsilçisi Washington Capitals'ın kapitanıdır. Mariya Kirilenko isə peşəkar tenisçi kimi Rusiyanı beynəlxalq turnirlərdə təmsil etməkdə davam edir. Bu iki şəxsin tanışlığı 2011-ci ilə təsadüf edib. 2012-ci ili 2013-cü ilə bağlayan gecədə isə Aleksandr ilə Mariyanın nişan mərasimi olub. Ancaq Rusiyada ən tanınmış qadın tenisçisi dedikdə ilk olaraq təbii ki Mariya Sharapovaya da düşür. 17 yaşından başlayaraq tenis aləmində böyük dəbilqə seriyalı turnirlərdə qazandığı uğurlarla hər kəsi təcrübələndirən Sharapova həm də öz gözəlliyi ilə qarşı cinsin nümayəndələrini valeh edir. Bir müddət tanınmış Sloveniyalı basketbolçu Sasha Vujacic ilə nişanlı olan 26 yaşlı raketka ustası 2 ildir ki özündən 4 yaş kiçik Bolqaristanlı həmkarı Grigor Dimitrov ilə sevgilidir. Amma yəqin razılaşarsınız ki hazırda ən çox diqqət çəkən sevgililər Cristiano Ronaldo ilə Irina Shayk duetidir. Ötən il ikinci dəfə dünyanın ən yaxşı futbolçusu seçilən Portuqaliyalı ulduzun daha əvvəl İngiltərəli modellər Alice Goodwin və Gemma Atkinson'la eşq macəraları olub. Lakin Real Madridin 29 yaşlı hücumçusu 2010-cu ilin may ayından bu yana məhz Rusiyalı model Irina Shayk İslamova ilə sevgilidir. Sonda onu da nəzərinizə çatdıraq ki, Ronaldo'nun qeyri-rəsmi münasibətdən doğulan və öz adını daşıyan 3 yaşlı oğlu da var.